Amma Ağqoyunlara hücum etməyi dayandırmış oldu. Yaxşı, de görüm, Sultan II. Mehmet haqqında geniş məlumat ver. Paytaxtı hardan haraya dəyişdi? Paytaxtı Ədirnədən İstanbula köçdü. Neçənci ildə? 1453-cü ildə. Konstantinopola da keçmir. Bəs Konstantinopol dediyimiz şəhər vardı. Oraya ilk dəfə Roma İmperiyası dövründə kim paytaxtı oraya köçürmüşdü Romadan? Ay sağ ol, eramızın 330-cu ildə Konstantin həmən Vizanti şəhərinin adını dəyişdi, Konstantinopol halaldır. Gör biz haranla hara arasında əlaqə, inteqrasiya. De görüm, inteqrasiya. Sabah verdi görüm. Sonra kim gəldi hakimiyyətə? Sonra mənim 2-ci Bəyazıt 1481-1512 mənim. Ona niyə vəli tutulub bizdə? Bu dindar adam idi. Ədalətli adam idi. Döyüş dindar adam idi. Mənim bizim Ağqoyunun Sultan 1-ci Yaqubla dostluq əlaqələri yaratmışdı. Həmçinin Azərbaycanın və ümumiyyətlə hansı türk müsəlman dövlətləri ilə normal münasibətdə olmur. Misir Məmlük. Bir də ki, Bizim Səfəvilər əməli. ay sağ ol, hətta Şah İsmaili 504-cü ildə dövlət kimi tanımışdı. və İsmaili hökmdar kimi tanındı. Bəli, bu kitabda yox deyil, mən yazdırmışam. Amma ondan sonra Yavuz ləqəbli. Birinci Səlim Yavuz ləqəbi. Ay sağ danış müəllimə. Atasından fərqli xarici siyasətdə fərqi. 1512-1520 atasından fərqli cəhəti o idi ki, Sultan II. Bəyazıt həm Səfəvilərlə, həm də Mərmüşlərlə yaxşı əlaqələr qurdu. Ancaq mənim o ikisindən də müharibə var. Məsələn, Məsələn, 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında çaldıran döyüşü baş vermişdi. Aha. Bu çaldıran döyüşündə mənim Osmanlılar məğlub eləmişdi. Mənim bir də bə yaxşı Misir Məmlük dövlətinə nə var? 1517-ci ildə. Ümumiyyətlə bu ilkə hansı ilkə imza atdı desək Səlim deyəcəm halaldır. Türk müsəlman dünyasını ay sağ ol. Sultan titulunu bir dedi, 1-ci Murad aldı. Yaxşı, Türk müsəlman dünyasının ilk dəfə xəlifəsi titulunu kim qəbul etdi? Sultan 1-ci Səlim. Bəli, Yavuz titulu aldı. Qırmızı Dənizə sahillərində bir sıra ərazilər tutdu. Misiri işğal etdi. Misir Məmlük dövlətinə son qoydu. Bizim Təbrizi tutsa da burada çox möhkəmlənə bilmədi. Sonra kim gəldi hakimiyyətə? Sultan Süleyman. O da atası kim biz Azərbaycan tarixində demişdi, Səfəvlərlə müharibəni davam etdirdi. Məsələn, neçə yürüş etmişdi Səfəvlərə? 4 dənə. De. 1534, 35, 48, 51. Bax, birinci yürüşüdə 34-cü də nədən istifadə elədi? Səfəvlərə hücum etdi, Səfəvlərin paytaxtı Təbrizi tutdu. Səfəvlərin Özbəklərlə Xorasanlar müharibəsinin Şərqdə Şeybanilərlə də, Özbəklərlə müharibəsinə istifadə. Təbrizi tutsa da qalma. Bəs burada bir Həmədan döyüşü var. ha 1035-ci ildə. Yenə Təbrizi tutsa da Həmədan yaxınlıqda. Həmədən yaxınlığında döyüş olmuşdu. Səfəvlərlə Osmanlılar arasında. Səfəvlər müəllim Osmanlılar Avropa Avropaya uğratmışdı. İndi Süleyman haqqında deyəcəm, Belqrad zad da tutdu elə. Mərkəz Avropanı. Müharibə apar. Ümumiyyətlə Osmanlı İmperiyası o dövründə özündən qüdrətli vaxtına çatdı. De görüm, nə vaxt Belqrad tutdu? Mohaç döyüşü. Danışıram mən. 1521-ci ildə Belqrad tutdum. 1526 İndiki Serbiyanın paytaxtı, Balkan yarımadı. 1526-cı ildə də Mohaç döyüşü oldu. Bu döyüş elə bir ki, müəllim Macar Çek qüvvələrini məğlub elədi. Aha. Sonra deməli müəllim Azərbaycana çox yürüyüşlər oldu. Əsas Avstraliya yox. Avstriya, ay sağ ol. Avstraliya ayrı materikdir, qitədir. Ayrı qitədir. Aha. Avstriya ilə müharibə. Neçənci illə müharibə apardı? Yəni ki, müəllim 1529-1533-cü illərdə. İlk dəfə Osmanlılar bunun dövründə Avstriyanın paytaxtı Viyana mühasirəyə aldılar. Tuta bildilər? Mən deyim müəllim niyə tutamadılar? Çünki müəllim əlverişsiz hava şəraiti, ərzaq çatışmamazlığı, bir də əsgərlərə, döyüşçülərə silah çatdırmağın Ərzaq çat. Yəni bir sözlə əlverişli savaşa. Neçənci ildə birinci müharibə bitdi bunun dövrdə? birinci müharibə 1533-cü ildə. Aha, ikinci dəfə nə vaxt müharibəyə başladı? 1541-ci ildə. Ayşə, həmən vaxtı de görüm, bunun müttəfiqi, Avstriyanın müttəfiqi Habsburqlar sülaləsindən olan Dövlət idarə edir. Habsburqlar sülaləsi. Müəllim Üst dövləti demək istəyirsən də? Hansı dövlətdə? Avstriyaya, Müqəddəs Romaya, bir də İspaniyaya. Ayşə, bax indi 41-ci də Avstriya üzərinə Süleyman hücum eləyərkən Avstriyanın müttəfiqi kim Əlcəzairə hücum etmək cəhd etdi? İspaniya müəllim o Donanma. Bu da Osmanlı'nın tərkibində olan Əlcəzairə yürüyüş idi, gəmi ilə yürüyüş etdi. Ancaq müəllim bu zaman gəmi ilə yürüyüş elədi. Ancaq müəllim bu zaman şey oldu, böyük qasırğa baş verdi. Bu və İspaniya gəmilərinin çoxu batdı. Qalanını da Osmanlılar batırdı. Yaxşı, Zigetvar döyüşü. Müəllim, Zigetvar 566-cı
Bu da haranın qalasıdır Fərid. Var müəllim, Avstriyanın qalası. Aha, bəli, kitabı. Döyüş demək Ha. onların Qalaydı da, qalaya da o kim ölsə də bunlar tutur işğalı. Süleyman müəllimi ölsə də o şeylər Osmanlılar onu tutur. Aha, qalanın darmadağın Qalanı elə. darmadağın De görüm, kapitulyasiya müqaviləsini kimdən imzalamışdı Süleyman? Müttəfiqi kim idi? Fransa deyildi. Neçənci ildə? 1535-ci ildə. 35-ci ildə də de gör. Fransanın tacirlərin imtiyazına. İmtiyazlar verdi, kapitulyasiya fəsillərə bölündü. Həmçinin bu müqavilə kimlərə qarşı idi? Hansı dövlətlərə qarşı? Avstriya, Müqəddəs Roma, İspaniya, yəni Habsburg sülaləsinə. İdarə etdiyi dövlətlərə qarşı. Hətta Fransa müttəfiqi Fransaya hansı adam tutulmasında yardım etmiş olur? Şey adasına müəllim. Kor. Korto. Korsika. Korsika adası. Ümumiyyətlə Süleymanın ümumiləşdir cavab ver. Deməli